inkişaf eləməyən xalqın dilinə heç nə tərcümə olunmur. Mən o xalqların adını çəkmək istəmirəm, onları aşılamaq istəmirəm, amma inkişaf etmiş və inkişaf etməkdə olan xalqların dilinə tərcümə olunursa, bizim özümüz ondan qabaq ibrət götürürük oradan. Məsələn, televiziya tamaşaları, özünüz baxmısınız. Elə durum ki, xanım, mən qonaqları və rəhbəri görərdim. Televiziya tamaşaları, televiziya filmləri, Babək filmi öz bazasını tarixi mənbədən götürür. Cəlal Bərkişah onu bədii əsərə yazmasaydı və yaxud İsa Muğam Nəsimini bədii obraza yazmasaydı, əlbəttə ki, o rejissor onu götürüb çəkə bilməzdi. Həmin filmdə bədii filmdir, ona görə adı bədii, televiziya filmi deyil. Yəni, televiziya tamaşası da deyil, bədii filmdir, orada bədiilik var. Bədiilik xalqın tərbiyəsində, mənəviyyatdan birinci növbədə olub. İndi o vaxtı Sovet ədəbiyyatı olub, indi Azərbaycan milli şuur olan ədəbiyyatıdır. Bu yüzden də onu burada belə yazır. Bu baxımdan da Yusif Səmədoğlu'nun əsərlərində milli ideyanın təlqin və təbliği güclüdür. O, hələ sosializm cəmiyyətinin, bayaq dediyim kimi Sovet dövrünün, avtoritar rejimin, yəni sözü gedən rejimin, o sözün avangardıdır.